deyib ki, nikah üçün şahid mütləqdir? Azərbaycan Respublikası qanunvericiliyinə görə nikah üçün şahidin mütləq olması barədə heç bir qayda yoxdur. Yəni şahidim yoxdur, nikah bağlanmayacaq deyə bir söhbət yoxdur. Keçək ikinci məsələyə, ildırım nikahı. Çox türk dizilərinə baxır bizim millət. İldırım nikahı deyə bir şey də yoxdur. Sadəcə xüsusi hallarda, hamiləliyə görə və yaxud digər səbəblərdən o bir ay müddət ki var, ərizə verirsən, nikahı gözləyirsən, o müddəti artıra ya da azalda bilərlər. Xüsusi əsaslar olmalıdır. Amma hər keyfinizə düşdüyü halda bir ayı azaldım, dizilərdəki kimi ildırım nikahı qıyım deyə bir şey yoxdur. Sonuncu məsələ. Azərbaycanda nikah yaşı 18-dir. Düzdür. Qanunvericiliyə dəyişiklik edilənə qədər 17-yə azaltmaq, yəni 1 il azaltmaq olardı. Yenə də əsas səbəblər olmalı idi. Hamiləlik və yaxud da hər hansı bir yaxın qohumun tutalım ki, vəfatı falan gözlənilirsə, xəstəliyi falan varsa, bu hallarda emansipasiya qaydasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə buna yol verilirdi. Amma hazırda buna da yol verilmir. 18 yaşından aşağı heç bir kəs Azərbaycan Respublikasında heç bir qurumda nikaha daxil ola bilməz. Bu kimi miflərin açıqlamasını daha çox eşitmək istəyirsinizsə, like atın, repost edin və məni takibə alın.